Dənizçilik əslində əvvəldən planladığım və ya xəyalımda olduğum bir sahə olmuyor. Daha sonra araşdırdıqda görəndə ki, perspektivləri yüksəkdir, bu nüans məni özünə cəlb elədi. Ona görə buranı seçdim və seçdikdən sonra da qərarımın düzgün olduğunu anladım və davam eləmək istədim. Ailəm qarşı çıxmadı, düzü desək, məni dəstəklədilər və ailəmdən əlavə yaxın çevrəm də var ki, onlar da məni çox dəstəkləyirlər. Hər hansı bir negativ bir şey görəndə belə özləri motivasiya verir ki, ruhdan düşməm. Sumqayıt şəhərindən anadan olmuşam. 30 nömrəli tam orta məktəbdə təhsil almışam. Daha sonra Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olmuşam. Gəmi energetik qurğularının istismar mühəndisliyi ixtisasını bitirmişəm. 2024-cü ildə də ASKO-da Dəniz Nəqliyyat Donanmasında ilk gəmin Prezident Heydər Əliyev gəmisində motorçu olaraq fəaliyyətə başlamışam. Prezident Heydər Əliyev gəmisi gəmiçilikdə flaqman gəmilərdən biri sayılır və mən burada işə başladığım üçün həqiqətən çox şanslıyam və özümü daha çox xoşbəxt hiss edirəm ki, bu gəmidə fəaliyyətə başlamışam. Hal-hazırda mənim motorist vəzifəm. Motorist olduğuna görə burada səliqəni biz təmin edirik. Ondan sonra hərəklərə nəzarəti biz edirik. Nöqsan yarandıqda artıq onu mexanika biz deyirik ki, burada bu nöqsan var və yaxud da bu işlər görülməlidir. Bu işlərdən əlavə hər hansı bir digər işlər yarandıqda da biz orada məmnuniyyətlə kömək edirik. Bir ildən çoxdur ki, mən motorist olaraq işləyirəm və artıq qərar verdim ki, növbəti mərhələyə keçə bilərəm. Mexanik kimi imtahana hazırlaşdım, imtahandan yüksək nəticə ilə çıxdım və sertifikat əldə elədim. Azərbaycanda ilk dəfə mexanik sertifikatı olan qadınam. Çox sevindirici bir haldır və ümid edirəm ki, yüksək vəzifəyə qədər gedib çıxa bilərəm, baş mexanikə qədər getmək istəyirəm. Dənizçilik sahəsinə gəlmək istəyən qadınları dəstəkləyirəm və ümid edirəm burada irəliləyə bilərlər. Birinci özlərinə inanmalıdırlar ki, digər insanlar da artıq onlara inanmağa başlasın. Bu sahə ümumiyyətlə çox çətindir, həm psixoloji cəhətdən, həm fiziki cəhətdən. Ancaq yenə deyirəm, özlərində həvəs olsa, bu çətinliyi dəf edə bilərlər və daha yaxşı nailiyyətləri qazana bilərlər. Qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə də nəinki dənizçi sahəsində, digər sahələrdə də işləyən xanımlarımızı ürəkdən təbrik edirəm. Ümid edirəm ki, qadının gücünü daha yaxşı göstərə bilərlər müxtəlif sahələrdə.